qiymət verir də. Allah nə bilim, nə deyim. Neymişsən malığı bahalandırıb, ustad qiymət verir malı baxanda. 5000 qiyməti varmı bunun? Yox da ya, o qədər eləmir, yox. O qədər deyil. Yox. Mən bilmirəm, Nazilə Səfərlinin ali təhsili varmı, yoxmu? Amma müdrik qadındır. Və müdriklik ali təhsilə bağlı deyil. Ola bilər ki, bir şəxs 5 universitet bitirsin, öz sahəsi üzrə mütəxəssis olsun, amma müdrik ola bilməsin. Və sosial mediada zaman-zaman çıxışları qarşıma çıxır. Həm məsələlərə yanaşma tərzi, həm fikirləri ifadə şəkli çox səliqəlidir. Həm də çox yaxşı bir söz ehtiyatı var. Belə bir xanıma, bu cür ağıllı bir qadına mən o söhbəti yaraşdırmadım. Yəni, birini efirə çağırıb, gələn qonağa demək ki, bu koftanı neçə alıbsan, ayaqqabının qiyməti neçədir və s. Bu çox qeyri-etik sualdır. Məsələn, biz bir ailə üzvümüzdən soruşa bilərik, o da onu neçə alıbsan. Bacımızdan soruşa bilərik, işdə rəfiqəmizdən soruşa bilərik, yaxud bir iş yoldaşımızla ikimiz birlikdə olanda soruşa bilərik. O ayaqqabının qiyməti neçədir? Amma bir təsəvvür edin. 200 nəfərlik bir kollektiv və kollektivin içində siz bir iş yoldaşınızdan soruşursunuz. Ay filan kəs, donunu neçə manata alıbsan? Necə qarşılanar? Elə iş yoldaşların dönüb deməzlər ki, bunu niyə hamının içində soruşursan? Təhlikdə soruş, bir kənara çək soruş. Ayıb deyil, eynən ayıbdır. İndi siz təsəvvür edin ki, ölkə üzrə yayımlanan bir kanalda bir aparıcı bunu edir. Efirdə bu qeyri-etik sualı verir. Ölkə əhalisinin gözü önündə bu sualı verir. Təsəvvür edirsinizmi? Nə qədər mədəniyyətsiz bir sualdır. Bu sualı verməyin nə mənası var? Yaxud bu sualın mahiyyəti nədən ibarətdir? Aparıcı nə eşitmək istəyir? Tutaq ki, o paltarı 5 manata alıb. Bunun nə əhəmiyyəti var? Bunun o gələn qonağın işində, peşəsində, həyatında, fəaliyyətində hansı əhəmiyyəti var? Və mən inanıram ki, Nazilə Səfərli kimi ağıllı və müdrik qadın özü heç o sualı eşitmək istəməzdi. Amma indi verilişə çıxıb, aparıcı o cür düşük sual verir, nə etməlidir qonaq? Aparıcını pis vəziyyətdə qoymamaq üçün cavab verir. İnanıram və inanmaq istəyirəm ki, Nazilə Səfərlinin özünün ürəyincə deyil, elə bir söhbətin içində olmaq. Yəni, bugün bizim televiziyalarımızın çoxu demək olar ki, hamısı ideyasızlıqdan əziyyət çəkirlər. İdeya yoxsuludular. Verilişə qonaq çağırırlar, bilmirlər nə sualı versinlər. Eyni təkrar mənasız suallar. Çünki ideyaları yoxdur. Çünki savadları yoxdur. Çünki dünya görüşləri yoxdur. Sadəcə bəzənib, düzənib, makyaj edib efirə çıxmaq deyil, aparıcılıq etmək. Nəyin aparıcılığını edirsiniz? Hansı mövzunu aparırsınız? Hara aparırsınız? Sual verə bilmirsinizsə qonağa, buna savadınız çatmırsa, heç nə olmaz. Göndərin mövzuları, biz sizə suallar yazıb verək.